Bir neçə gün öncə Baksol yolu ərazisində yolun çökməsi səbəbi ilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumları açıqlama veriblər. Bədbəxt hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, hadisə agentliyi xidməti sahəsinə daxil olmayan piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb. Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur. Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin baş vermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək hadisəni güya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar. Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə bildirir ki, hadisənin hansı səbəblərdən baş verməsi haqqında araşdırma aparılır. Xatırladaq ki, bir neçə gün öncə Baksol yolu adlanan ərazidə yolun çökməsi səbəbi ilə 27 yaşlı Cümşüdlü kanalizasiya quyusuna yıxılıb. Axtarışlardan sonra gəncin meyti Hövsanda kanalizasiya kollektorundan tapılıb. Füzuli rayonu Kərimbəyli kəndində bir nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat daxil olub və Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri axtarışlara cəlb olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hazırda dalğıc xilas edicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqaroğlu'nun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək. Rusiyanın Yekaterinburg vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformlarına müraciət edə bilərlər.